Bugünkü dərsimiz amortisasiyanın hesablama metodlarıdır. İlk olaraq başlayaq, amortisasiya nədir? Amortisasiya uzunmüddətli aktivlərin dəyərinin hissə-hissə xərcə silinməsidir. Bəs amortisasiyanın hansı metodları var? Amortisasiyanın düzxət metodu, azalan qalıq metodu, illəri rəqəm cəm metodu və funksional metodları vardır. İlk olaraq başlayaq düzxət metodundan. Düzxət metodunda ilkin dəyərdən ləğvətmə dəyərini çıxıb bölürük faydalı istifadə müddətinə. Burada faydalı istifadə müddəti 5 il qeyd olunduğu üçün biz həmin o avadanlığa 5 il amortisasiya hesablayacağıq. Başlayaq birinci ildə. 50.000 çıxılsın 10.000 bölünsün 5 il. Və görürük ki 8.000 manat bizdə amortisasiyanın birinci il üçün hesablamış olduq. İkinci il üçün amortisasiya faizi müəyyənləşdirildi 8.000. Növbəti il, üçüncü ili hesablayan zaman isə 50.000-dən çıxıram birinci ilin amortisasiyasını, ondan da çıxıram ikinci ilin amortisasiyasını və vururam yenidən 20%. Üçüncü il üçün bizdə amortisasiya faizi 6.400 manat təşkil etdi. Dördüncü il amortisasiyanı hesablayanda 50.000-dən çıxırıq birinci ilin amortisasiyasını, ondan çıxırıq ikinci il, daha sonra üçüncü ilin amortisasiyasını çıxaraq vururuq amortisasiya faizinə. Bu da bizə verir növbəti ilin amortisasiyası. Və sonuncu ildə hesablayanda yenidən 50.000-dən çıxıram ümumi amortisasiyaların hamısını, çıxandan sonra yenidən vururam 20%. Və bunun vasitəsilə 5-ci il üzrə amortisasiya məbləğini müəyyən etmiş oldum.